Mən bugün deyə bilmərəm ki, ölkənin daxilində olan problemlər prezidentə bağlıdır. Yox. Nə qədər sərəncamlar verilib, nə qədər insanlar, icrabatçıları həbs olunub, vəzifəli şəxslər, belə nazirlərdən belə vəzifədən çıxarılıb, həbs olunublar. Prezident nə qədər fərmanlar, sərəncamlar imzalayıb, sahibkarlığın inkişafı ilə bağlı, iqtisadi inkişafla bağlı, ölkədə daha gözəl mühitin yaradılması ilə bağlı, əhalinin daha yaxşı yaşaması ilə bağlı, asan xidmət yaradılıb, dost xidməti yaradılıb və bütün demək olar ki, xalqın yaxşı yaşaması üçün bütün addımlar yəni prezident tərəfindən atılıb və müəyyən olunub. O məsuliyyəti əgər artıq mən düşünürəm, mən bugün 100% əminəm ki, prezident bir gün artıq yəni ki, o müəyyən stabillik bizim xarici siyasətimizdə yaranır, hələ də Ermənistanla bağlı problem var. O problemlərdən sonra onlar sülh müqaviləsinə bağlansın inşallah, məsələ bitsin. Ondan sonra cənab prezident üzünü çevirəcək ölkənin içərisinə. Və mən sizi əmin edirəm ki, onlarla insanın başı gedəcək və getməlidir.